9 nömrəli suala baxırıq. Px çox hədlisinin dərəcəsi 12 olarsa, A plus B cəmini soruşur. Deməli, burada dərəcə məlumdur, 8-ə bərabərdir. Burada B kvadrat minus 25 əmsaldır, y üstü 16, dərəcə 16-dır. Amma bizə deyir ki, dərəcə 12 olsun. Yəni, deməli, buradakindən asılıdır dərəcənin 12 olması. Biz bilirik ki, çox hədlidə hansı bir hədlin dərəcəsi böyükdürsə, həmin dərəcə çox hədlin dərəcəsi olur. Burada ən böyük dərəcənin 12 olması üçün, deməli, burada y üstü 16-nın əmsalı 0 olmalıdır. Yəni, b kvadrat minus 25 bərabərdir 0-a. B kvadrat bərabərdir 25-ə, B bərabərdir plus minus 5-ə. Çünki burada, yəni y üstü 16-nın əmsalı 0 olsa, burası 0-a gedir. Həmin çox hədlin dərəcəsi 12-yə bərabər olacaq. Bu da A minus 3, 12-yə bərabər olanda doğrudur. Yəni, A minus 3 bərabər olmalıdır 12-yə. A bərabərdir 15-ə. Yəni, A-nın 15 qiymətində həmin çox hədlin dərəcəsi 12 olacaq. Amma indi B-nin 2 qiyməti var, hansını götürəcəyik? Burada x-in əmsalı B minus 5 isə 0-dan fərqli olmalıdır. Çünki həmin əmsal da 0 olsa, deməli, x-in əmsalı da 0 olacaq. Bu çox hədlin dərəcəsi 8-ə bərabər olacaq. Ona görə B minus 5 0-dan fərqli olsa, B də fərqlidir 5-dən. B 5-dən fərqli olmalıdır. Deməli, B-nin -5 qiymətini götürəcəyik. B -5, A da 15. Bunların cəmi olacaq 10. C variantı.